Salamlayıram hər kəsi. Bugün mən sizə yeni çıxan kitabımızdan bəhs edəcəm. Yeni çıxan kitabımız Onurğa xəstəliklərinin atlası kitabıdır. Onurğa xəstəliklərinin atlası kitabı əsasən Tibb Universitetində oxuyan, fizioterapiya və reabilitasiya fakültəsində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Amma bu kitabdan hər kəs istifadə edə bilər. Vertebrologlar, ortopedlər, osteopatlar. Çünki onurğa xəstəliklərinin atlası Azərbaycanda yeganə kitabdır ki, şəkillər üzrə və hər şəklin altında həmin patologiyanın izahatı üzrə yığılmışdır. Kitabın əsas hissəsini, yəni kitabın yaradıcısı İradə Hacıyeva Gülmalı qızı, professor akademik, Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimidir. Kitabı tərtib edən redaktoru isə mən, Aynur İlqarzadə, şirurg terapist, Aspendas Akademi Meslek Eğitimləri koordinatordur. Kitab çox geniş olduğuna görə bugün sizə yalnız bir bölməsini göstərəcəm və kitabın bir bölməsindən sonra qalan digər bölmələri hər videoda qısa-qısa çəkib sizə paylaşacağım. Kitabın içərisində ümumi 4-5 bölmə vardır ki, burada nədən bəhs edir, mən sizə izahat verim. Birinci isə normal anatomiya barədə qısa məlumat, ikinci isə onurğanın anadan gəlmə qüsurları, üçüncüsü onurğa əyrilikləri, onurğanın degenerativ-destruktiv dəyişiklikləri, onurğanın iltihabi və yoluxucu xəstəlikləri, altıncı isə onurğanın travma və avtomobil qəzaları, yedinci isə onurğa osteoporozu, səkkizinci onurğa onkologiyası. Biz bugün anadan gəlmə qüsurlardan sizə bəhs edəcəyik. Anadan gəlmə qüsurların içərisində nələr aiddir? Anatomiyanı artıq hamı bilir. Anadan gəlmə qüsurların içərisində şəkillər və altında izahatlı göstərilir. Burada siz nələrlə rastlaşacaqsınız? Onurğanın fəqərə anomaliyaları, paza bənzər fəqərələr, kəpənəyə bənzər fəqərələr, şeringohidromiyeliya, miyelomeningozel, spina bifida, müxtəlif dərəcədə spina bifidanın növləri ilə rastlaşacaqsınız. Sinə deformasiyalarını görəcəksiniz, onurğaya təsir edən anadan gəlmə sinə deformasiyaları, hansı ki kifozlar və skalyozlar verir. Balığa bənzər fəqərələr görəcəksiniz, əyri boyunluq, tortikolis görəcəksiniz. Servikatorokal yaradan sinə deformasiyalarından əlavə siz sinə qabarıqlarını da görəcəksiniz ki, bu bizdə servikatorokal əyriliklər yaradır. Deformasiya özü anadan gəlmə olduğuna görə biz bunu anadan gəlmə qüsurların onurğaya təsir edən bölməsinə salmışıq. Poland sindromu, Sprengel deformasiyasını, Sherman-Mao kifozu, anadan gəlmə neyromuskulyar skalyozlar görür. Anadan gəlmə oma sümüyünün olmaması, fəqərənin birinin olmaması və ya fəqərənin yarısının olmaması, yəni hemivertebra. Bu kimi xəstəlikləri şəkil variantında görüb və daha aydın izləmək, nəzəriyyəsini oxumaq üçün